Bugün de sosyal şəbəkələrdə trend sayılabilecek bir video parçası paylaşılıb. Bu akademik Nizami Cəfərovun çıxışından hansısa bir epizoddur. Mən indi onu sizə göstərəcəm. Mən Azərbaycanda ziyalıların və ziyallığın bu qədər aşağılanmasına sadəcə etiraz edirəm. Bunu kim aşağılayırsa aşağılasın, istər İlham Əliyevin rejimi, istərsə də həmin ziyalılıq və akademiklik adına iddia edən adamlar, mənim üçün fərqi yoxdur və güman edirəm sizin üçün də fərqi olmamalıdır. Bir ölkədə ziyalı adına iddia edən insanlar ölkəyə rəhbərlik edən şəxsi fetişləşdirirsə, onu ümummilli sərvət və yaxud ümummilli dəyər elan edirlərsə, bu o deməkdir ki, həmin ölkənin xalqı, milləti, əhalisi zülm içində yaşamağa məhkum edilib. Yəni o rütbədə, o rangda olan adamların bu qədər çəkinmədən, xəcalət çəkmədən, heç bir mənəvi əzab və istirab yaşamadan belə bəyanatlar səsləndirməsi yalnız həmin adamların faciəsi deyil, elə həmin millətin də faciəsidir. İndi dinləyin, mən davam edəcəm. Mən də o fikirdəyəm ki, o təkliflə razıyam ki, Azərbaycan prezidentinin doğum günü həm Azərbaycan Respublikasında, həm dünya Azərbaycanlılar arasında belə bir milli bayram kimi, gün kimi qeyd olunmalıdır. Buna bəlkə də Azərbaycan prezidentinin şəxsən özünün də ehtiyacı yoxdur, amma xalqın ehtiyacı var. Deməli, dəyərli izləyicilər, bu Nizami Cəfərov dilçidir bildiyim qədər və mən söhbətimi əsasən onun üzərində də qurmaq istəmirəm. Son zamanlar Azərbaycanda trend mövzulardan biri də Azərbaycan dilinin inkişaf etdirilməsi, Azərbaycan dilinin qayğısına qalmaq məsələsidir. Hətta İlham Əliyevin bu yaxınlarda məşhur bir çıxış parçası da vardı. Azərbaycan dilinin təmiz saxlanılması, alınma sözlərdən qorunması kimi bir demagogiya da aparılırdı. Nəyə görə bunun demagogiya olduğunu sonraki söhbətlərdə deyərəm, deyəsən bir dəfə hətta ötəri olaraq bu mövzuda canlı yayımların birində danışmışdım. Baxın, dəyərli izləyicilər, söz azadlığının və ifadə azadlığının olmadığı yerdə dil inkişaf edə bilməz. Dil işlədikcə açılır, cilalanır. Dil fərdi və ictimai cəsarət fenomeni üzərində inkişaf edir. Yaltaqlıq ritorikası dili inkişaf etdirə bilməz. Yaltaqlıq ritorikası ictimai tendensiyaya çevrildikcə dilin də, dil təfəkkürünün də anası ağlayır. Mən açığı dünən Facebook'ta bir yazı paylaşdım. Arxivdə olan yazılarımdan biri qarşıma çıxmışdı. Bir qədər qeyri-təvazökarlıq kimi qiymətləndirə bilərsiniz, amma lütfən belə etməyin. Bu yazını indi sizə paylaşacağım və burada məqsədim hansısa bir yazımı fərqləndirmək deyil. Niyə mən həmin yazıdan təsirləndim? Bu yazının mövzusuyla bağlı deyil, onun ifadə tərzi və üslubu ilə bağlıdır. Mən xatırladım ki, Azərbaycanda mətbuat azadlığının bu və ya digər dərəcədə qismən mövcud olduğu vaxtlarda söhbət 10-15 il əvvəlki dövrdən gedir. Mətbuat azadlığının elementləri hələ qalırdı. Mən demirəm ki, tam mətbuat azadlığı vardı. Ümumiyyətlə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda mətbuat azadlığına qarşı baskılar və hücumlar həmin azadlıqların məhv edilməsi istiqamətində aparılıb. İndi isə bu proses onun oğlu İlham Əliyev dövründə son həddinə çatıb və artıq bu fenomen demək olar ki, mövcud deyil, yəni mətbuat azadlığı. Niyə həmin yazını xatırladım? Özüm üçün ona görə ki, bir anlıq təsəvvür etdim. Əgər Azərbaycanda söz və ifadə azadlığı daha parlaq və yüksək səviyyədə olsaydı, ümumiyyətlə bu azadlıqlar mövcud olsaydı, Azərbaycan dili necə cilalanardı, necə inkişaf edərdi və biz bugün hansısa alınma sözlərin dili korlamasından deyil, Azərbaycan dilinin qonşu türk dilli ölkələrə necə diffuziya etməsindən danışardıq. Çox təəssüf ki, bir çoxları belə hesab edir, dil konservləşdirildikdə, nəzarət altına alındıqda, dilin sərhədləri Azərbaycanın sərhədləri kimi bağlanıb möhkəm qorunduqda inkişaf edir. Halbuki belə bir şey yoxdur. Dilin sərhədləri bağlananda orada Nizami Cəfərov ruhunda insanların yaltaqlıq ritorikasından başqa heç nə yaranmır, heç nə böyümür və heç nə inkişaf etmir. İndi haqqında danışdığım həmin yazını sizə təqdim edəcəm. Onu bir
dil materialı kimi, publisistik dil nümunəsi və dil təfəkkürünün prizmasından bir material kimi təqdim edəcəm. Müqayisə edin hər halda ki, mətbuatın məhv edilməsi ölkədə yazı dilinə, publisistik dilə və təfəkkürə necə öldürücü zərbələr vurur və vurub. Sosial şəbəkələrin xəbər və dil standartları yazılı nitqi bozlaşdırır, rənglərdən məhrum edir. Hələ durub yekə-yekə Azərbaycan dilinin inkişafından da danışırlar. Yazı müstəvisi və azadlığı yoxdursa, dil elə geriyə inkişaf edə bilər. Şəxsi arxivimdəndir bu yazı, deyəsən də yox, elə dəqiq 2011-ci ildə yazdığım və azadlıqda çap edilən həmin yazıdır ki, oxuya-oxuya kədərlə düşündüm. Görəsən mətbuatın sıradan çıxarılması bu üslubun və onun ifadə imkanlarının qısırlaşdırılması üçün qəsdən edilmədi ki. İndi belə yazıları tez-tezmi oxuyursunuz? O zamanlar belə yazılar da çox idi, parlaq ifadə imkanları olan müəlliflər də çox idi. Yazının başlığı belə idi: 12 il əvvəl səni niyə öldürmədim ki? 12 il əvvəl mən sənin bütün gələcək istirablarına son qoymaq imkanının bir addımlığındaydım. Daha doğrusu bircə barmaqlığında. Bu bir barmaq məsafəni də qət eləyə bilsəydim, sən çox ağrılar yaşamayacaqdın. 2000-də naxələf yer qayğılarını bitirib yeni milliliyin saxta təntənələrinin arxasında gizlənən yaramazlıqların insanlara verdiyi dərdlərin heç birini daşımayacaqdın. İrticanın hər bir hücum dalğası onlarla sınan, əzilən, məhv edilən insan taleyi deməkdir və sən bunların heç birini görmədən, duymadan, için göynəmədən həyatını bitirəcəkdin. Biz də nələrisə itirərdik. O zaman hələ öləngi çap edilməmişdi, amma yazılıb qurtarmışdı. Əlini, ayağını yığışdırıb onu çap etdirmək olardı. Yad dildə romanı yazılmazdı, biz bir roman itirərdik. Səni itirməyəcəkdik. Xatirələrimizdə yaşadardıq səni. Biraz daha gənc, biraz daha canı sulu. Amma sən də xeyli şey itirdin. Əsəblərini, sağlamlığını, hansısa adamlara olan ümidini, nə qədər inam dəfn elədin, kəfənsiz, filansız. Köşə yazıların qanlı göz yaşları ilə doludur. Bu qədər qan yaşın bir adamın içindən gəldiyinə inanmaq olmur. Allah insanı naboyda dərdləri daşımaq üçün yaradıbmış. Dünyanın ən güclü canlısının qarışqa olduğunu deyirlər. Çəkisindən 7 dəfə artıq yük daşıya bilir deyə. Amma gəl bu qarışqanın qarşısına balaca bir adamın həyatı uzunu çəkib qəbrinə qədər sürüdüyü ən xırda bir dərdi qoy, ürəyi partlar. Ürəyi olmaz qarışqanın, amma özü 7 yerə çatlar. Bu 12 ildə sənin yaşadığın, içindən keçdiyin və hələ də içində yaşatdığın bu qədər dərdlər olmazdı. Daha yüngül, qov kimi olardın. Səni çiynimizə qaldırıb onlarla kilometr aparardıq məzara doğru, uf da deməzdik. Amma indi o qədər dərd sərlə həll olub ağırlaşmış, çəkilməz, daşınmaz olmuş özlüyünü daşımaq da zor işdir. Məzar cəhənnəmə bir çayxana stoluna qədər səninlə yan-yana addımlamaq belə zülümdür. Çox ağır söhbətdir. O qədər yazı pozunu, oxunan, yazılan bu qədər kitab dəftəri, yazılmayan, yazıla bilməyən bu qədər haqq hesabı böyrünə alıb da nə var, bunları daşıyan əziz bir adamdır deyə kimdir səninlə yan-yana gedən? Amma 12 il əvvəl bu qədər ağır deyildi və o küdürdə hələ göl ola bilməmiş o nohurların yanında taxılı biçilib samanı qalmış o zəminin böyründə barmağımı tərpədib səni bu qədər zülümlərdən azad edə bilsəydim, nə verərdin mənə? Nə verə bilərdin ki? Əlindən nə gələrdi ki? Elə 12 il verərdilər mənə də. Bu 12 ili mən də gedib bir hücrənin kənarında oturub səni xatırlardım. 12 il əvvəl bu dünyadan gedən sənin dərdini çəkməyə nə vardı ki? 12 il əvvəl barmağımı bir qədər də sıxıb o güllənin, o lülədən çıxıb havaya uçmaq imkanı olmadan gicgahına dirənən yerdən beyninin içinə girməyini görsəydim, nələri görmək imkanını itirəcəkdin? Özün üçün fikirləş, çünki sənin gördüklərini mən görmürəm. Bir barmaq və bir saniyə atan 40-50 metr uzaqlıqdan bağırıb, tüfəng doludur deməsəydi,
ikimizin də həyatımız çox fərqli olacaqdı. Sən o dünyadan məni lənətləyə bilməyəcəkdin, çünki bu bir təsadüf olacaqdı. Amma özünü bu dünyada sənin yerində qalan sayanlar məni yamanlayacaqdılar ki, güya qəsdən olub. Sən o dünyada azad, qayğısız, asudə hərlənərdin özün üçün. Mən sənin əvəzində bu dünyanın dərdlərini qaşıyardım. Bir insana bundan artıq nə yaxşılıq eləmək olardı ki, sənin əvəzinə bu dünyanın bütün əziyyətlərini çəkəcəkdim. Sən də məsuliyyətsizcəsinə o dünyadan məni izləyəcəkdin. Tam mənada məsuliyyətsizcəsinə, çünki o dünyada yerləşib də bu dünyanın məsuliyyətini çəkməyə davam etmək olmaz. Ölçülər fərqlidir, çünki heç buradan bura aydakı ölçüləri yerlə uyğunlaşdırmaq olmur. Ayda da çəkisizlikdir, atmosfer falan yoxdur. 12 il əvvəl bu söhbət baş tutmadı, çək əzabını. Hələ 50-60 ildə bu əzabı yaşayacaqsan, özün seçdin və bu seçiminə görə səni təbrik edirəm. Bu materialı sizə Azərbaycan dilinin publisistik imkanlarının necə geniş olduğunu bir daha göstərmək üçün səsləndirdim. Bu, Nizami Cəfərov kimi akademiklərin yaltaqlıq ritorikasının ümidinə qalmayan Azərbaycan dilidir. Yeri gəlmişkən, Nizami Cəfərovun həmin bu çıxışını bir dostum mənə WhatsApp-la göndərib belə yazmışdı. Azərbaycan akademikləri, alimləri yatsalar daha yaxşıdır. Oyaq olanda belə səfih çıxışlar edirlər və bizi rəzil edirlər. Mən də o fikirdəyəm ki, o təkliflə razıyam ki, Azərbaycan prezidentinin doğum günü həm Azərbaycan Respublikasında, həm dünya Azərbaycanlılar arasında belə bir milli bayram kimi, gün kimi qeyd olunmalıdır. Buna bəlkə də Azərbaycan prezidentinin şəxsən özünün ehtiyacı yoxdur, amma xalqın ehtiyacı var.